Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Allah her birinizden razı olsun. Xüsusən də ev sahibindən Allah razı olsun. Bizim üçün şərait yaradıb. Biz Allah'ı zikir etmək üçün bir yerə toplaşmışıq. Mevzuya başlamamışdan öncə bildiyiniz kimi bu günləri cümə günüdür. Cümə günü olunan salavatın başqa günlərdə olunan salavatlardan fərqi daha çoxdur. Savab baxımından. Xüsusən də əsr namazından sonra, əsr məğrib arası olan vaxt Peyğəmbərə sallallahu aleyhi ve sellem salavat demək və həmçinin dua etmək varid olub ki, əsr namazından sonra əsr məğrib arası. İndi biz bu günlərə elhamdülillah 2 dənə məsələni cəm etmişik. Həmi cümə günü əsrdən sonra məğribə kimi, həm də ki elm məclisi. Elm məclisində də Süleyman müəllim zikir etdiyi kimi mələklər gəlir, əhatə edir. Duaların qəbul olan məqamlarındandır. Ona görə bir şey olmaz ki, yəni birimiz yerimizdə oturarkən həm dərsə qulaq asaq, həm də Allaha dua edək. Nə qədər ehtiyaclarımız var bu günləri Allahdan istəyək. Sonra barakallahu fikum danışmaq istədiyim mövzu mühüm mövzulardan biridir. Hansı ki bu günləri şiddətli şəkildə insanlar arasında yayılıb və yayılmaqda da davam edir. Elm əhlinə qarşı, alimlərə qarşı hörmətsizlik, onlara olan nalayiq sözlər, Allah qorusun və onların yerini bilməmək, təzim etməmək. Allah subhanahu wa ta'ala kitabında buyurur ki Fəsəlu əhlə zikri in kuntum la ta'lemun. Quran-ı Kərimdə Allah subhanahu wa ta'ala müxtəlif yerlərdə bu ayəti nazil etmişdir. Bilmədiklərinizi zikr əhlindən soruşun. Zikr əhlindən, yəni elm əhlindən. Allah subhanahu wa ta'ala əmr edir ki, o insanlardan soruşmağı. Deməli, bu nədir? Əmrdir. Sizcə Allah subhanahu wa ta'ala yəni bizlərə fayda olmayan bir şeyi, bizlərdə fayda olmayan bir şeyi əmr edərdimi bizə? Həşə, subhanahu wa ta'ala. Mütləq orada bizim üçün xeyir var. Allah hikmət sahibidir, subhanahu wa ta'ala. Allah subhanahu wa ta'ala buyurur ki, Fəsəlu əmridir. Əhlə zikri in kuntum la ta'lemun. Bilmədiklərinizi bilənlərdən soruşun. Madam ki, Allah bizə əmr edib ki, bilmədiklərimizi elm əhlindən soruşaq, bu Allahın əmridir. Ona görə burada heç bir tərəddüd etmək lazım deyil. Nə cür olur ki, başqa əmirləri yerinə yetiririk? Misal verəcəm. Ramazan ayında oruç tutmaq, namaz qılmaq, həcc etmək, zəkat vermək. Bunlar da hamısı əmirdir, elə deyilmi? Hamısının haqqında ayətlər var Quran-ı Kərimdə. Eyni ilə bu da əmirdir. Yəni insanların əhvalları, bəzi insanların əhvalları qəribədir, subhanallah. Allah subhanahu teala buyurur ki, Əfətu'minuna bi ba'dil kitabi və təkfuruna bi ba'd. Yahudiləri vəsf edərkən kitabın bir qisminə iman edib digər qismini inkar mı edirsiniz? Allah qorusun. Ramazan ayında oruç tuturuq, səbəbini soruşan deyirlər ki, əmirdir. Elə deyil. Yəni o da əmirdir, bu da əmirdir. Niyə görə elm əhlindən soruşmaq gələndə soruşulmur? Və yaxud onlar haqqında Allah qorusun. Başqa fikirlər, xüsusən də yaşadığımız bu axır günlərdə, axır zamanlarda Allahdan salamatçılıq və afiyyət diləyirik. Başqa bir ayda Allah subhanahu teala buyurur ki, de ki, Peyğəmbərə buyurur ki, sallallahu aleyhi ve sellemə, de ki, heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Və aleykumselam. Bu ayənin üzərində biraz ətrafında danışmaq istəyirəm. Allah subhanahu teala buyurur ki, de ki, ey Muhammed sallallahu aleyhi ve sellem, heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Dünyavi misallardan verəcəm. Hər hansı bir sənətkar, işini bilən, sənədini bilən, yaxşı şəkildə bilən, bilməyənlə eyni ola bilərmi? İnsanların nəzəriyyəsində. Mümkün olan deyil. Deyək, hər hansı bir tacir, hər hansı bir xarrat, hər hansı bir power. Heç bilənlə bilməyən arasında fərq, yəni ölçüləndir, bərabər ola bilərmi? Mümkün deyil. Bu dünyavi məsələlərdir. Yəni kimsə deyək ki, mən maşın sürə bilmirəm. Mən deyirəm ki, mən Əhməddən yaxşı maşın sürəm. Bu kəzibdir, subhanallah, yalandır. Düzdür? Sən maşın sürə idarə elə bilmirsən, nə cür nə? Hətta iddia edilirsən ki,
Əhməddən yaxşı durursan. Ona görə bu dünyavi məsələlər belədirsə, Allah subhanahu wa ta'ala bizə elm əhlinin misalını verir. Həm də ayətin önünə baxanda Zümər surəsi 9-cu ayə səhv eləmirəmsə, orada Allah subhanahu wa ta'ala bir neçə ibadətləri zikr etdikdən sonra gecələri Allahın qarşısında duranla durmayan, yəni gecələri Allahın qarşısında durub namaz qılanla yerində yatan misala eyni ola bilərmi? Mümkün deyil. Xeyr, əhsən. Allah subhanahu wa ta'ala nə deyir? Deyir ki, heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Subhanallah. Bilənlər daha fərqlidir, bilməyənlər daha fərqli. Bunu həmi dünyavi işlərdə bilmək olur, həm də ki, dində. Dini məsələlərdə daha diqqətli olmalıyıq. Nə cür ki, dünyavi məsələlərdə diqqətli oluruq, düzdür? Hər hansı birimizin ev işi olanda ən yaxşı biləni gətiririk. Deyirik ki, bu kənddə, bu məmləkətdə ən yaxşı usta kimdir? Və yaxud maşınımız xarab olanda, və yaxud hər hansı bir əşya xarab olanda ən yaxşı biləni axtarıq, elə deyilmi? Subhanallah, bu bizim dinimiz, bu bizim cənnətimiz, cəhənnəmimiz. Biz burada elm əhlinə etibar etməli deyilikmi? Elm əhlinə yönəlməli deyilikmi? Cavab olaraq bəli, yönəlməliyik. Başqa bir məsələ. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, "El-alimu ya'riful cahil." Cahilə. Deyir ki, alim cahili deyir, tanıyırdı, bilir. Sizcə niyə görə? Çünki deyir, bir vaxtlar deyir, o da cahil deyir. "Vel-cahilu la ya'limul alim." Deyir, cahil isə deyir, alimi deyir, tanımır deyir. Niyə görə? O heç vaxt alim olmuyor. Vallahi. Bunu oturub düşünmək lazımdır. Oturmaq lazımdır evimizdə. Bu cümləni qoyub qabağımıza fikirləşməliyik. El-alimu, alim, cahili tanıyır. Çünki bir vaxtlar o da cahil idi. Allahu akbar. Cahil isə alimi heç vaxt tanıya bilməz. Çünki o heç vaxt alim olmayıb. Fikir versiniz. Sonra başqa bir məsələ. Mövzumuz elmdir, alimlərdir. Elm əhlinə hörmət etmək, elm əhli ilə yaxşı rəftar etmək, onlarla gözəl, ədəbli olmaq, əxlaqlı olmaq, xüsusən də böyük, möhtəbər alimlərlə. Mən sizə elə alimlərdən danışıram ki, subhanallah, onlara din etibar olunur. Din, Əhməd ibn Həmbəl, İmam Şafi, İmam Məlik, Abu Hanifə, Şeyxülislam İbn Teymiyyə, Muhammed ibn Abdülvahhab, böyük kibar uləmə. Kibar uləmə. Onlar öz nəfslərinə görə, Allahın dininə heç vaxt xərər gətirməyiblər. Hətta Əhməd ibn Həmbəlin qıssası mərufdur. Qurana məxluq deyildikdə, deyirdik, Quran Allahın kəlamıdır, elə deyilmi? Buna görə Əhməd ibn Həmbələ o qədər əzablar verilib ki, subhanallah. Şiddətli şəkildə. Əhməd ibn Həmbəl rahiməhullah bərk şəkildə, möhkəm şəkildə dayanırdı. Deyirdi ki, mən özümü yox, ümməti fikirləşirəm. Rahmetullah aleyh. Hətta bir günləri o qədər onu döyürlər ki, o qədər əzab verirlər ki, hər dəfə gəlib soruşurlar zindanda. Su verirlər, nə bilim, çörək verirlər, ölməmək üçün. Soruşurlar ki, döndü mü fikirlə? Deyir, yox, dönməmişəm. Özündən gedirdi. Bir günləri soruşurlar, bir günlər deyir ki, sizə bir sözüm var, bir söz demək istəyirəm. Onlar sevinirlər, deyirlər ki, deyərsən fikrindən dönür. Deyir ki, görsəniz ki, döyüldükdən sonra huşumu itirdim, özümdən getdim. Bilməyərəkdən birdən üstüm açılarsa, dizdən köbəyə kimi üzərimə bir şey tullayın. Allahın qarşısında deyə utanıram belə daimaqdan. Subhanallah, fikir versiniz. Bu cünə böyük alimlər, Rabbani alimlər, rahiməhumullah. Əslində onun o halı, yəni mükəlləf hal deyil. Yəni özündən gedəndən sonra Allah subhanətən onu soru-sual etməz ona. Buna baxmayaraq, nədir? Allahdan həya edirdi. Bu cünə böyük, möhtəbər alimlər. Birdən kimsə soruşar ki, və yaxud bu cünə belə bir şübhə yayılıb ki, insanlar arasında, bir vaxta kimi, Muhammed ibn Abdülvahhab kimi rahiməhullah. Həmin bu şübhə tək Azərbaycanda yox, dünyanın hər yerində yayılıb. Yadıma gəlir, subhanallah, İordaniyada bir məsciddə türk dilini bilən bir ərəb bunu mənə dedi, vallahi. Bir qardaşla oturmuşdum. Türk dilini bilən, Türkiyədə yaşamış bir ərəb bu şübhəni mənə dedi. Dedi ki, haqqı yayın alimlər Muhammed ibn Abdülvahhabın vaxtına türk dilində danışırdı, subhanallah. Fikir versiniz, şablon şəkildə hər yerə yayılıb. Və la havlə və la quvvətə illə billah.
Elm əhli həmişə olub. Həmişə də olacaq. Biraz öncə oxuduğum ayət ona dəlalət edir. Allah Subhanahu taala buyurur ki: "Fəsəlu əhlə zikr in kuntum la ta'lemun." Bilmədiklərinizi bilənlərdən soruşun. Yəni elə bir şey ola bilərmi ki, 19-cu əsrə kimi, 18-ci əsrə kimi alimlərdən soruşur. Bəs bu günlər mən nə edeyim yaxşı? Bəs mən kimdən soruşum? Bu Allahın sizə yəni haşa. Yəni yaraşarmı Allah haqqında bu cür demək? O Allaha böhtandır, subhanallah. Və yaxud başqa məsələlər. O qədər məsələlər var ki, sadəcə olaraq onları əzbərləmək lazımdır. Baxmaq lazımdır alimlər nə cünə fəhm ediblər bu məsələləri. İstərsə cümə namazı, misal üçün. Bu günlər cüməyə getməmək haqqında yayılıb ki, insanlarda getməmək, düzdür. Allah Subhanahu taala Quran-Kərimdə ayət nazil edir. Mən də 21-ci əsrdə yaşayıram, özdə Azərbaycanda. Allah Subhanahu taala əmr edir, deyir ki, cümə vaxtı cüməyə çağırdığınız zaman cümə namazına get. Necə eləyim bəs mən yaxşı? Harada gedim yaşayayım? Allah Subhanahu taala hidayət versin bu cünə olan insanlara. Həmin o insanlar ki, biraz mövzudan kənarlaşıram, o insanlar ki, elm əhli ilə ədəbli şəkildə deyirlər, əxlaqlı şəkildə rəftar etmirlər, o insanların həmişə aqibəti təhlükəli olub. Allah korusun. Həmişə zəlalətə düşüblər. Zülxuveysira bildiyiniz kimi Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında xavaricilərin başçısıydı. Gəlir Peyğəmbərə nə deyir sallallahu aleyhi ve sellem? Fikir verin, Allah Resulü sallallahu aleyhi ve sellem ümmətin alimiydi sallallahu aleyhi ve sellem. Peyğəmbərdən sallallahu aleyhi ve sellemlə yaxşı bilən birisi var idi mi? Heç vaxt. Gəlir ona deyir ki, ya Muhammed. Fikir verirsiniz. Alimlər deyir ki, Muhammedin sallallahu aleyhi ve sellem zövcələri tazim olaraq Peyğəmbərə sallallahu aleyhi ve sellem ya Resulullah deyə müraciət edirlər. Neçə hədislərdə gəlib Ayşə radiyallahu anhadan başqa zövcələr ya Resulullah. Əslində qadındır, yoldaşına hər hansı bir isimlə deyə bilər, düzdür, adıyla. Lakin nədir? Buna baxmayaraq ya Resulullah deyirlər. Amma orada nə edir? Subhanallah. Ədəbsizliyə fikir verin. Muhammed sallallahu aleyhi ve sellemlə. Deyir ki, ya Muhammed. İ'dil deyir ya Muhammed. Deyir Muhammed deyir adil. Yəni alimlər niyə görə deyir ki, o niyə görə orada ya Muhammed deyirdi? Çünki o Resulullah kimi qəbul etmirdi sallallahu aleyhi ve sellem. Resulullah kimi qəbul etmir. Resulullah kimi qəbul etsəydi elə deyərdim. Fikir versin onun aqibəti necə oldu? Allah korusun. Bu günləri həmin o insanların davamçıları Süleyman müəllim biraz öncə zikr etdi. Əl-əsməu la tuğayyiru əl-həqaiq. İsimlər həqiqətləri dəyişmir. Peyğəmbərin vaxtında sallallahu aleyhi ve sellem vaxtında Zülxuveysirə Peyğəmbərə ya Muhammed deyirsə, bu günləri onun davamçıları hər hansı böyük bir alimə istənilən bir söz deyir. Elə deyil mi? Eyni elədir vallahi. Onun adı Zülxuveysirə idi, bugünkü adı məsəl üçün Əhməd. Heç bir fərq yoxdur. O da eyni ilə Muhammedin sallallahu aleyhi ve sellemin miraslarından olan, elm əhlinə qarşı olan ədəbsizlik. Elm əhli, Allahın izni alimlər, bu ümmətin nurudur, subhanallah. Mümkün olan şey deyil. Mümkün olan şey deyil ki, insanlar elmi öyrənsinlər. Hətta subhanallah, elm öyrənən insanlar arasında, o insanlar ki, özlərinə Rabbani alimləri, möhtəbər alimləri götürməyiblər, onların aldığı elmlərdə də problemlər olur. İstər əxlaqda, istər səmtdə, bütün məsələlərdə. Hansı ki, özü oxuyur, özü başa düşür. Deyir ki, özüm oxudum, özüm başa düşdüm, Allah qorusun. Sabahlar görürsən ki, nədir? Pis nəticələrlə nəticələnib. Sanki Allah Subhanahu taala onlara bərəkət qoyub, alimlərə. Allah Subhanahu onlara bərəkət qoyub. Son olaraq, hansı ki, şiddətli şəkildə yayılmış şübhələrdən deyirlər ki, siz alimləri, bu günləri özünüzə ilah kimi seçmişsiniz. Vallahi elə deyil. Bizim ilahımız olan tək olan Allah Subhanahu taala. İlahımız olan Allah bizə əmr edib ki, alimlərdən soruşaq. Çox asandır. Heç kim ilah seçməmiş. Bu böhtanlar da Allah korusun. Heç kim alimlərə ibadət eləmir. Sadəcə olaraq onlarda olan elmə görə, onlarda olan zəkaya görə, onlarda olan bəsirətə görə, elm əhlinin oturduğu, durduğu insanlarda da bərəkət olur. Vallahi. Elm əhlində xüsusi bərəkət var. Allah Subhanahu taala onları, yəni adi insanlardan fərqləndirib. Buna nə qədər dəlillər demək olar. Nə qədər məsələlər var ki, elm əhli daha fərqlidir ki, sıravi insanlar. Uzaq Allahdan dilərəm ki, Allah Subhanahu taala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah bizə faydalı elm öyrənməyi nəsib etsin. Yeri gəlmişkən, Allah sizdən razı olsun, başarısı olmasın, elm öyrənməyə
can atmaq. Elm öyrənmək. Elm öyrənmək və himməli olmaq. Yüksək himməli. Himmə nədir? Həvəsli. Həvəsli şəkildə. Məqsəd qoymaq ki, mən Allahın kitabını əzbərləyəcəm. Məqsəd qoymaq ki, mən ərəb dilini öyrənəcəm. Məqsəd qoymaq ki, mən tövhidi öyrənəcəm. Heç vaxt qorxaq olmamaq. Yəni bir mənada acizlik göstərməmək. Tənbəllik etməmək. Məqsəd qoymaq ki, mən öyrənəcəm. Vallahi kim məqsəd qoyarsa Allahın izni ilə və sıdq olarsa Allahla öz arasında, ixlası taparsa, bunlar mənəvi məsələlərdir, mənəvi. Allah Subhanahu taala ona kömək olar və onu yönəldər. Allah Subhanahu taala bu xüsusda buyurur ki: "Vellezine cahadu fina lenehdiyennahum subulana." Kim bizim yolumuzda cəhd edərsə, çalışarsa, biz onu doğru yola yönəldərik. Subhanahu taala. Allahdan dilərəm Allah bizə faydalı elm almağı nəsib etsin. Uca Allahdan dilərəm eşitdiklərimizi bizim üçün faydalı etsin. Subhanakallahu və bihamdike, eşhedü en la ilahe illa ente, estağfiruke və etûbü ileyk. Barakallahu fikum.